Bura Qızılkənd kəndi deymişdiniz. Adil kişi uzun müddət aqronomda işləyib, indi özü də taxıl əkir. Müxtəlif fermerlərdən öyrənirəm ki, 1 hektara nə qədər xərc gedir taxıl əkəndə, pambıq əkəndə və nə qədər də qazanc götürülür. Bu müxtəlif insanların dilindən müxtəlif rəqəmlər səslənir. İndi mən uzun müddət aqronom işləmiş, Adil kişidən bunları soruşmaq istəyirəm. Gəlin də 1 hektar taxılın xərcini və gəlirini hesablayaq. Hesablayardım. 1 hektarın şumu Razi müəllim 60 manata var. Bəli. Malası 2 də çəkilir 30, bu da 60 manat. Səpin səpilir 30 manat. Bu da belə gedir. Kanal çəkilir, içində su kanal çəkilsə bu da 30 manat. Bəli. Kövrəni verirsə azotu 2 dəfə versin, 100 versin 200 kilo eləyir. Burada 50 manatdır bir mişoxu elə bir. 49-50 manat, 200 manat da bu edir. 200 manat. Sonra biçin biçilir, gəlirsən biçinə 70 manata kombay biçir. 70 manata biçir. 30 manata maşın daşıyır, tökür qapıya. Bəli. Belədir. Sonra toxum bəs. Suvarma qaldırazmam, suvarma. Toxumu sertifikatı toxuması 85 qəpikdən 1 manat 50 qəpikədir. 1 manat 55 qəpiyə mən də soruşmuşdum. 0.85-dən 55 qəpiyə. Biz aşağı görə 85 qəpikdən hesablayan gör nə qədər eləyir. Hesablayanda 200 kiloqramı götürsək eləyir 170 manat. Bu 200 kilo normal üzrə oktyabr ayının əvvəlindən adətən agronomiya elmində belə bir şeydir ki, sentyabrın 15-dən 30-na qədər bunu əkilsə həsil üçün. Oktyabrın 1-dən 20-sinə qədər dən üçün arpadır. Bunu arpadan danışıram, amma burada 200 kilo ilə səpirsən. Aylar yuxarı qalxdıqca, Yəni noyabrda, dekabrda səpilsə, səpin norması artır. yəni 250 kiloqram 250 olacaq. kiloqrama qədər gedib çıxır. Çünki soyuqda çıxmamaq şansı var. Şaxta olur. Biz indi götürdük 170 manatdan 1 hektara. bəli. Və bütün bunların hamısını hesablayanda demək gəlir 1 hektardan nə qədər taxıl çıxır? Orta Təxmini rəqəm 40 sentner, 4 ton. 4 tondur. Aha. Bizim zonada başqa dövlət yerdə ola bilsin subsidiyası- artıq olar, ola bilsin az olar. Ha, dövlət subsidiyası nə qədərdir? Bizdə 1 hektara 230 230 manatdır, bəli. İndi biz bunu hesablayırıq. Ben burada yazmışdım. Demək, satış qiyməti də 1 tonun nə qədərdir? Satış qiyməti 1 kiloqramın taxılın. 35 orta rəqəm, 35. 35 qəpik. 35 qəpik. 1 tonu biz hesablasaq, bu 4 tonu hesablasaq orta rəqəmdən 35 qəpikdir. 1400 manat bu edir. Dövlətin subsidiyasında üzərinə gələndə bu edir demək 1630 manat. Ümumi çəkilən xərc 1 hektara da 650 manat edir. Bəli, 980. İndi biz 1630 manatdan çıxırıq 650 manatı. Yerdə qalır 980 manat. 980. Belə çıxır ki 980 manat qazancdır. İndi bu İndi belə. bu fərqli ola bilər. Bəli. Bir yerdə ola bilər ki 4 ton çıxmır, yerin keyfiyyəti, torpağın keyfiyyəti zəifdir, 3 ton olur. Hətta 2 ton da ola bilər. Bəli, olur. Bu Elə zaman 5 ton qazanc da olar. təbii ki azalacaq. İndi biz orta rəqəmlə götürdük, ümumi orta rəqəmdən 980 Üzrə oldu. Razi müəllim, müəyyən şeyləri biz orada çəkmədik. Ya nə? Məsəl üçün taxılda görsən sarı şey alaq otları bitir, ona zəhər vurur. Bəzi yerdə də olur, bəzi yerdə olmur. Yəni bu alaq otlara qarşı bunu vurursan. Xəstəlik olur, Xəstəlik də ola bilər. Xəstəlik də var. Bu il yağışlar çox oldu. Sarı pas xəstəlik aldı altına. Ondan keyfiyyət nə qədər aşağı düşür taxıl istehsalı. Heç taxıl sarı pas xəstəliyində taxıl karantin xəstəlik. Məhv oldu hamısı. Bəli, onu alimlər də bilir ki, ondan çörək çıxmaz. Ona Onda- heyvandarlıq da olar. Ona yəni. həmin vaxtı dərman vurmaq lazımdır. Dərmanı vaxtında vurasan ki, olmuyor. Bu Yəni da o yağış biz dərmanı burada biz hesablamamışıq. hesablamamış. Dərman nə qədərdir? Normal Bir hektara 1 hektara normal o dərmandan bir mişok da 25 kilo gəlir. Onu səpilib quru zəhərdir, quru. Bəli. Biz kolxoz vaxtı ondan istifadə edirik. Quru zəhərdir, onu səpirdik.
olmur. Ya qara Yəni sürü nə qədər olmurdu. fərq? Bir meşə o dediyiniz 25 O kiloqram. vaxtı qiyməti çox az idi. İndi nə qədərdir İndi bilən bilmirəm, var mı? mən ya deyə bilmərəm. İndi 10 dəfə yox, 100 dəfə artıq. Yəni siz vurursunuz onun yerinizə. Görümüzə Vurmursunuz da belə çıxır ki, vurmur. Alıb vura bilmir. Bir hektarı O bahadır. Aha, da alıb vura bilmir. Yəni onda biz belə ümumi hesabladıq. Lap belə 900 1 litri 90 manatdır. Dərmanının 1 litri 90 manat. 1 hektara nə qədər gedir? 1 hektara yox, 1 litr gedir 3 hektara. 1 litr gedir hektara. hektara. Bir nə qədər oldu dərmanın qiyməti? 90 manat. 90 manat. Belə də götürək deyib 1 30 litri manat. götürək. 50 manata da səpirlər. 50 manata səpirlər. Bunun da ümumi 1 hektara 100 manat götürə 140 bilərik. manat. 140 manat götürə bilərik. 140 manatı da lap 980-dən çıxar. 140 manat eləyəcək ki, nə qədər? 840 manat. 840 manat. Sonra Siz bir riyaziyyatınız hektar məndən yaxşıdır. Lazım 1 litr 3 hektara get tapam. Hektara düşür 30 manat düşür. Ne 840 götürə də yəni yenə də istənilən halda yəni Hektar 800 düşür, 50 manat. lap götürək ki 750-800 manat Belə olacaq. 1 hektardan qazanc qalır. 1 hektardan olan qazancı xərci hesablayıram ki, müxtəlif insanlardan müxtəlif rəqəmlər səslənir. Orta bir məxrəcə gəlir, çünki mən də aidiyyatı üzrə bəzən bunu Kənd Təsərrüfatı Nazirliyində danışıram. Milli Məclisdə, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müaviniyəm, müzakirələr aparılır və bunu bizim bilməyimiz lazımdır ki, aidiyyatı üzrə də savadlı şəkildə danışıb izah eləyə bilək ki, fermerlərə nə lazımdır və fermer nə istəyir, qazancı nə qədərdir, nə qədər olmalıdır, dolanışığından nə bəhs edə bilər. Və eyni zamanda dövlətin də siyasətində budur ki, taxıl istehsalı artırılmalıdır. İndi bilirsiniz ki, Cənab Prezidentin müşavirəsində demişdiniz ki, 55%dir bizdə özünü təminat və bu neçə illərdir davam edir. İndi demək ki, o 55%-i qaldırmaq üçün demək ki, yəqin ki, keyfiyyətli toxumdan istifadə olunmalıdır, keyfiyyətli dərmanlardan istifadə olunmalıdır və eyni zamanda da dövlətin bu sahəyə ayırdığı subsidiyanın da məbləği artırılmalıdır ki, bunu daha çox insan əkməyə meyillənsin. Təşəkkür edirəm sizə. Çox sağ olun, var olasınız. Təşəkkür edirəm. Sağ olun. Zəhcəmizi çox sağ olun. Biz ümidlə sizlə görüşüb ayrılıq. Təşəkkür edirəm, var olun.